Salam hörmətli tamaşaçılar, xoş gördük sizləri. Düşüncələr mübadiləsi verilişi efirdədir. Bugün sizin qarşınıza bir mövzu ilə çıxmışıq. Yığılan nəzirlər, xumus və zəkatlar hara xərclənməlidir? Onların xərclənmə yolları haradır? Biz ondan bəhs edəcəyik və bugün Düşüncələr mübadiləsi verilişinin qonağı Binə qəsəbəsi İmam Rıza Əleyhisselam məscidinin axundu, dini icmanın rəhbəri Hacı Həsən Rüstəmovdur. Hacı, xoş gördük sizi. Xoş gördük. Bildiyiniz kimi bugün cəmiyyətimizdə bu mövzu ilə əlaqədar biraz fikirlər var. Verdiyimiz nəzirlər hara xərclənir? Əslində bu hara xərclənməlidir? Bu barədə biz bugün söhbət edəcəyik. Ümumi bir giriş istəyərdim sizdən, eləyək bu mövzuya. Buyurun. Bismillahirrahmanirrahim. Hörmətli tamaşaçılar ki, hamınızı salamlayıram və məni bura dəvət elədiklərinə görə Zuhur TV-nin bütün əməkdaşlarına ki, öz minnətdarlığımı, təşəkkürümü bildirirəm. O cümlədən ki, əziz qardaşım ki, aparıcı. Və qoyulan bu sual ki, yəni, elə ki, mən başa düşdüm, nəzir, xums. Amma bunu bilək ki, bunlar ayrı-ayrı şeylərdir, bunun hökmləri ayrıdır. Nəzir, bir şəxs Allah rızası üçün, Allaha görə, yəni qurbətən iləllah, bir şey nəzr eləyə. O ibarəsi ki, əməliyyə risalələrində lillahi əleyyə kəzə, məsəl üçün, Allaha görə filan işi edəcəyəm. Və o da gərək şəriətdə, ona deyərlər rüçhaniyyət, yəni o şəriətdə bəyənilən bir şey, müstəhəb, bəyənilən ki, hətta mübah bir şey olsa da gərək onun mübahın bir üstünlüyü ola. Məsəl üçün, nəyə görə çox rast gəlir bu cəmaat arasında, xalq arasında, dəfələrlə mən özüm şahidi olmuşam, bir qadındır, ya bir kişidir, gəzir, dilənir, deyir, mən baxıram görkəmindən imkanlı adam oxşayır. Yəni, deyir, mən 5 ildir, 7 ildir övladım olmurdu. Nəzr eləmişəm ki, bəs Allah mənə övlad versə, mən dilənərəm. Yəni, belə şeylər çox rast gəlir. Amma ki, bu cürə nəzr batildir. Ki, nəzr olunan şey bir şəxs ki, Allah rızası üçün, məsələn, Allahım əgər mənə övlad versə, övladım olsa, o nəzr eləyərəm. Dilənmək yox, dilənmək bəyənilməyən bir xislətdir. Yəni, bəyənilməyən bir şeydir ki, deyə bilər, mən sədəqə verərəm, mən pul paylayaram, ya 2 rükət namaz qılaram, ya məsəl üçün, bir gün oruç tutaram, 3 gün oruç tutaram, əlbəttə, mübarək Ramazan ayının yox, yəni, bu yaxçı işlər, yəni ki, gözəl işlər ki, bu işləri gərək insan nəzr eləyə. İndi, əsasən düşünülən ki, adətən bu pullar ki, müəyyən mallar ki, nəzr olunur, o hara sərf olunmalıdır. Yəqin bu barədə sizə çox suallar verirlər məclislərdə, yəni ətrafda. Bəli, filan məscidə nəzr verdik, filan yerə, ya filan nəzr olunubsa, dəfələrlə, məsəl üçün, məndə həqiqətən suallar olunur ki, bəs biz filan ziyarətgaha ki, məsəl üçün, Həkimə xanım, ya Mir Möhsüm ağa, ziyarətgaha bir qurban nəzr eləmişdik ki, indi olar ki, bunu elə öz kəndimizdə, qəsəbəmizdə ki, öz füqaramıza, fəqirlərimizə paylayaq, yəni bu cür yox, olmaz. Yəni, nəzrdə bu şərtdir ki, əgər nəzr olunubsa, nəzr qeyd olunubsa, gərək orada sərf olunur. Tamamilə şəri məsələdir bu, sizin danışdığınız məsələ. Amma sadəcə burada yəqin sizə də çox suallar veriblər. Hörmətli tamaşaçılarımızın da mənə elə gəlir ki, bizi dinləyənlər də maraqlıdırlar bu söhbətdə ki, görəsən mənim yol keçəndə nəzir qutularına pullar atırlar, pirlərdə nəzir qutuları var, ziyarətgahlarda nəzir qutuları var və hər birimiz, demək olar hamı, yol gedəndə və yaxud bir ziyarətgaha gedəndə həmin nəzir qutularına pula atırlar. Və sonradan bəzən rast gəlirik, belə bir söhbətlər danışılır, deyilir ki, görəsən o pullar hara xərclənir? Doğrudan mı mənim atdığım, o qutuya atdığım pul gedib öz yerinə çatacaqmı? Doğrudan mı gedib bu fəqir füqaraya qismət olacaqmı? Doğrudan da o pul İslam yolunda xərclənəcəkmi? Bunlar biraz sual işarəsi altında qalır. Yəni, bəzən də onu düşünən insanlara da haqq vermək olur.
Niyə? Özünüz də yaxşı bilirsiniz ki, negativ hallar var, bu vardı. Bu biraz insanlarımıza maraqlıdır. O yığılan pullar əslində hara xərclənməlidir? Onu xahiş edirəm siz çatdırasınız tamaşaçılarımıza. Yəni bir şəxs əgər nəzr edib mən bu yolu gedirəm, bir yola çıxıb bəlkə səlamətçiliyimdən ötərim. Ona sədəqə deyərlər ki, müstəhəbdir insan səfərdə çıxanda bir neçə əməllər göstərilib sədəqə vermək. Bəzən elə ona o cəmaət elə nəzirdir, amma o sədəqədir. Yəni ki, indi sədəqə əgər fəqirlərdən ötəridir, ya məsələn elə nəzr eləmişdi, fəqirlərdən ötəri, yoxsullardan ötəri, ya məscidlərə köməklikdən ötəri ki, İndi vaqiəni, yəni ki, işin digər tərəfin o Allah bilir, yəni bilmir. Fəqət onun niyyəti budur ki, bəli bu məsciddir, bunların ehtiyacı var ki, yəni mən də nəzr eləmişəm ki, ya köməklik eləmək istəyirəm bu məscidə görə, bu səhihdir. İndi onlar ora xərcləyəcək, xərcləməyəcək, yox, əgər bir şübhə yeri var, bir əsasın var şübhələnməyə, yəni bu cür ki, əlbəttə o işdən, yəni ora sərf eləməklə öz malı. Yox, məsəl üçün, fəqirlərdən ötəridir. Bir nəfər bir qutu qoyubdur. Yəni ya bir nəfərdir, bilsən fəqirlərə kömək eləyir, bir qurumdur. Yəni bu cür mən köməklik eləyirəm, mən nəzrimi və yaxud sədəqəmi verirəm ki, fəqirlərə çatdırsın ki, eybi yox, yəni eləmək olar. Hacı, burada əsas şərt Allah rızası deyilmi? Əsas şərt burada mən bu nəzri, sədəqəni verirəmsə, onu mən Allah üçün verirəm. Allah rızası. Bəli, Allah rızasına verirəm. İndi o insan, verdiyim adam onu hara xərcləyəcək, hansı yola yönəldəcək, onun mənə bir aidiyyəti varmı? Yoxsa mən o pulu onsuz da Allah rızasına vermişdim. Yəni Allahla mənim aramda olan bir məsələdir. Bəli, Allahla, bəli, insanın öz arasında olan məsələsidir. Bəli, onu elə qurbətən ilallah, yəni Allah rızası, Allaha yaxın olmaq qəsdi ilə ki, o nəzri ya sədəqəni ki, sərf eləyər. Amma yenə deyirəm, əgər bir şəxs əlində bir əsası var o digər tərəfin, yəni o qarşı tərəf ki var ki, o nəzarət eləyən, belə deyə, bu nəzrə, bu sədəqata nəzarət eləyən ittiham olunur və əsaslıdır. Yəni artıq şübhələr var ki, yəni bu şübhələrin də əsası var ki, bəlkə odur ki, sən yəni ora verilməyib başqa bir yerə. Başqa bir yerə, yəni onu ora sərf eləməyəsən. Aha, aydındır. Amma bu nəzirlər adətən, bu yığılan nəzir qutusuna atılan məbləğlər adətən deyək də xırda məbləğlər olur. Amma bizim şükür Allaha bugün ölkəmizdə dindar qardaşlarımız var ki, mömin insanlar var ki, Allah Teala onlara bir ruzi inayət edib, bəxş edib, imkanları var. Və bunlar da xumsların çıxardırlar vaxtında, verirlər, bilirlər də hara verirlər. Amma bəziləri yəni hələ buna hazır bilmirlər özlərinin, bəziləri hələ xumusların verməyi, necə deyim, bəlkə də başa düşmürlər, vermirlər. Mən istəyərdim ümumi bir əvvəla bir xumus bəhsinə bir giriş eləyək ki, xumus necə olmalıdır, kimə verilməlidir, hara xərclənməlidir. Əvvəlcə bunu biraz tamaşaçılarımızın nəzərinə çatdıraq, hörmətli tamaşaçılarımız bilsinlər əslində xumus nə üçündür, Allah Teala xumusu nə üçün buyurub. Ondan sonra digər suallarımızı verirəm. Hələlik bunu açıqlayaq, buyurun. Bəli, ən mühüm məsələlərdən biri də xumus məsələsidir. Dinin zəruri hökmlərindəndir. Belə desin, namaz, oruc, ki, necə firud dinin əsas maddələri biri də xumusdur. Allah Qur'an-ı Kərimin Ənfal surəsinin 41-ci ayəsində Allah Təbarək və Teala xumusu vacib buyurubdur. وَعْلَمُوا أَنَّمَا غَنِمْتُمْ مِنْ شَيْءٍ فَأَنَّ لِلَّهِ خُمُسَهُ وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ إِنْ كُنْتُمْ آمَنْتُمْ بِاللَّهِ وَمَا أَنْزَلْنَا عَلَى عَبْدِنَا يَوْمَ الْفُرْقَانِ يَوْمَ الْتَقَى الْجَمْعَانِ. Allah Qur'an-ı Kərimin Ənfal surəsində xumus verməyi, yəni qənimət nədir? Bəziləri biri də müsəlmanlar qənimət, yəni Peyğəmbər əleyhissalamın zamanında, qədim vaxtlarda o cihad, müharibələrdə ələ gələn qənimətlərə
ki, yəni qənimət, yəni döyüşlər zamanı, cihad zamanı Əldə ələ olunan gələn mal odur ki, varlıqları. bax bu görür bugünkü gündə, məsəl üçün başqa məzhəblərdə xumsu vacib bilmirlər. Ki, onların nəzərində budur ki, bu hökm qənimət, o ən qənimtum, yəni qənimət. Qənimət yəni bu cür düşünürlər ki, yəni müharibələrdə, qədimdə Peyğəmbər əleyhissalamın zamanında müharibələrdə ələ gələn ki, müşriklərin üzərindən götürülən ələ gələn qənimətlər. O idi ki, bəli, onu Peyğəmbər bölərdi filan. Və sonra da yerdə qalanın ki, o ki, əməliyyə risalələrində yazılıb, xumsunu verərdi ki, buna aiddir. Amma yox, belə deyil. Qənimət sözünün mütləq mənası var. Bir var, yəni məxsus, müqəyyəd, bir var mütləq. Həm Əhl-i Sünnə alimlərinin, yəni bu ayənin təfsiri, Qirtəbi, Fəxri Razi, qənimət nə deməkdir ki, öz təfsirində Qirtəbi yazır, Əl-qənimətu fil-lüğəti ma yənalur rəzul avil cəmaətu bisəyin. Qənimət odur ki, yəni bir kişi, bir cəmaət, biz çalışmaqla bir şeyə nail olur. Ona deyərlər qənimət. Yəni, bugünkü gündə, yəni bir kəs işləyir, maaş alır, qazanır, bir işlə məşğuldur. Ələ gətirdiyi o ki, qazandığı ki var, o qazanc, mənfəət, ona qənimət deyərlər ki. Və imamlarımızdan, Allahın salamı olsun onlara, Peyğəmbər əleyhissalamın ki, əhl-i beytindən ki, bu barədə hədislər ki, çoxdur, izahat veriblər ki, bəli, qənimət ki, o şey ki, əl-üzə gəlir. Ümumən götürəndə xumusun ünvanı 7-dir ki, xəzinə var ki, Üzr istəyirəm, ünvanı deyəndə, yəni onun xərclənmə yerləri... Yox, xərclənmə yeri yox. Yəni ki, o şeylərdə ki, xumus vacib olur. Xumus nəyə vacib olur ki, bəli ki, qənimətdir. Yəni, zimmi kafirin müsəlmandan aldığı yer, əlbəttə ki, əsasən bizi maraqlandıran, əsasən bugünkü o ərbah ki, məkasib deyərlər, yəni qazanclarımızın, kəsbimizin ki, mənfəətlərinin xumsi 5-dən 1-in ki, hər bir müsəlman vacibdir, öz mənfəətinin, qazancının 5-dən 1-ni verir, amma onun da öz şərtləri vardır. Mən, əgər icazəvli də bir ki, hədis rivayət ki, məsum imamlardan ki, Allahın salamı olsun onlara, yəni xumsi nə qədər əhəmiyyətli bir şeydir ki, İmam Kazim əleyhissalatu vəssalam buyurub, Vəllahi ləqəd yəssərəllahu aləl mu'minin ərzaqəhum bi xəmsəti dərahim cəalu li rabbihim vahidən və əkəlu ərbəə əhla. Həzrət buyurdu ki, Allah Teala möminlərin işini asan eləyibdir. Mən istəyirəm bu ki, asan ibarələrlə, yəni bunu ərz eləyəm. Yəni 5 dirhəm, bir şəxs əgər 5 dirhəm Allah ona mənfəət yetiribsə, qazanıb da, Allah onun 4 dirhəminin onun özünə helal eləyib. Onun belə deyək, 5 manat dedir, 5 manat. 4'ü sənin də helaldır. Yeginən, amma birin gərək Allah rizası üçün verəsən. Yəni biri, yəni 5'dən 1'in xumsi. Ki, yəni o 5 manatın, o 5 dirhəmin biri xumsi Allah üçün. Allah onu vacib buyurdur. Elə xums sözünün mənası da 5'dən 1 bəli. Və hədisin mabədində sonrasında imam buyurdu ki, Haza min hədisinə sə'bun mustas'abun la ya'malu bihi və la yəsbiru aleyhi illa mumtahinun qəlbuhu lil iman. Bu bizim hədisimizdir. Bizim hədislərimizdən imam buyurdu ki, bu hədis ağırdır, ağır gəlir. Çünki görürük ki, bəziləri ki, yox, bir çox işlərə bəzən elə vaxt olur ki, qazancının yarısından çoxunu lazımsız, gərəksiz işlərə xərcləyir. Yəni, bu cür ki, amma deyəndə Allah rizası üçün ki, 5'dən 1'in ki, verməlisən, ağır gəlir. Həzrət buyurdu ki, bəli, bu ağırdır. Bunu ancaq və ancaq buna səbr eləyər və əməl eləyər o şəxslər ki, onların qəlbi imanla möhkəmlənibdir. İman ki, yer tapıbdır, imanla o qəlb ki, möhkəmlənibdir. Həzrət buyurdu ki, bizim bu hədisimizə ancaq o kəslər, o müsəlmanlar əməl eləyərlər. Və yenə bir icazəvizlə ki, bir hədis İmam Cəfər Sadiq əleyhissalamdan Həzrət buyurdu ki, İnnə əşəddə ma fihin nas yevməl qiyaməti izə qamə sahibul xums fəqalə ya Rabbi xumsi, xumsi. Qiyamətin günündə ən şiddətli, yəni elə bir mənzərə ki, şiddətli, çox ağır ki, xumus sahibi, mən ki, xumus ödəməli idim dünyada ki, o kəslərə ki, xumus yetişməli idi ki, ödəməmişəm, verməmişəm. Ən dəhşətli bir mənzərə olacaq ki, o
xumus sahibi, mal sahibi ki, ki müstəhəqqidir, o qalxar, ayağa deyər ki, ey mənim pərverdigarım, xumsun, mənim xumsum. Yəni budur ki, o mal sahibi ki, belə deyək, o haqq sahibi ki, öz haqqını tələb eləmək, yəni o mənzərə çox şiddətli bir mənzərə olar, Allaha pənah aparırıq ondan. Bəli, xumus nədir? Ki, bir insan ya tədrici qazanır pulun, yəni ay maaş alır, ya elə bir işlər var ki, çox qardaşların olur, məsəl üçün, ilin müəyyən günlərində, aylarında ki, xarici ölkələrlə ki, yəni onların işi Azərbaycan hüdudlarından kənarda, ya daxildə mövsumi xarakter daşıyır. Yəni, ilin deyə bir ayında, 2 ayında mənfəət ələ gətirir, yerdə qalan müddəti, yəni xərcli. Bir il qərar verərlər özləri üçün, il qərar. Bu il ərzində öz xərclərin, yəni ailə yemək, içməyinə ki, ona məunə-i sənəti deyərlər ki, bu da neçə qismə bölünür. Yəni, o xərclər ki, tutalım, ticarətlə məşğuldur, o xərclər ki, bu mallara sərf eləyib. Mayası sərmayə deyərlər, o sərmayə. Xumsun hökmləri haqqında ki, alimlərimiz, fəqihlərimiz ki, bu əməliyyə risalələrində bəyan edirlər, yazıblar. Qarşımızda olan bu kitab ki, bir neçə müctəhidin, böyük alimlərin ki, rəyləri, fətvaları əsasında yazılıbdır. Kitabın adı Əhkamul Xums ki, Ayətullah, Allah rəhmət eləsin, mərhum Ayətullah Özmə Əl-Seyyid Əl-Xoyi ağa, Allah hifz eləsin, digər ağalar ki, Ayətullah Özmə Seyyid Əli Sistani ağa və Seyyid Həkim ağa ki, onların fətvaları, ki, onların nəzərləri əsasında yazılıbdır ki, Əhkamul Xums ki, bəyan eləyiblər. Bəli, o mənfəət bir şəxsi ki, ya bilfeil deyərlər, ya bilqüvvə, yəni bilqüvvə odur ki, ay-ba-ay maaş alır, hissə-hissə maaş alır ki, bir işlə məşğuldur, ya bir ticarətlə məşğuldur. Bir də var bilfeil, məsəl üçün, bir dəfəli, belə deyək, mövsumi xarakter ki, adətən bu əkinçiliklə məşğul olanlar, ya heyvandarlıqla məşğul olanlar ki, bir il görürsən ki, zəhmət çəkirlər, bir neçə günün ərzində bir dəfəlik o qazancı ələ gətirirlər. Bəli, şəxs öz illik, ona məunə-i sənəti deyərlər, o illik xərclərini kənara qoyandan sonra, olar mən bunu bir sadə misallarla ki, məsəl üçün 10.000 manat il ərzində mənfəət qazanıbdır və öz sərmayəsini, əkinçidir, bunu növbəti il üçün yenidən ki, bu tədarük eləməlidir, öz sərmayəsini kənara qoyar və bu məunə də neçə qismdir? Məunə bir qism var, məsələn, hətta rüsumlar da bura aiddir, tutalım, müəyyən vergilər verir, dövlət vergiləri verir, bəli, onları da çıxandan sonra öz ailəsinin illik, il ərzində qazanıb, məsəl üçün 10.000 və ailəsinin yemək, içməyinə ki, xərclənibdir, müəyyən qədəri xərclənibdir. Hətta ziyarətlər belə bura daxildir. İmamlar əleyhimussalam, Allahın salamı olsun onlara, onların ziyarətlərinə gedibdir. Və yaxud boynunda kəffarəsi vardır. Yəni, füqəraya kəffara verməlidir. İndi oruca görə, ya müəyyən səbəbə görə ki, ona kəffara vacib olmuşdur. Bütün bu xərcləri çıxandan sonra yerdə qalan, belə deyək, əgər o 10.000-in 9.000-i xərclənibdir, 10.000 mənfəətin 9.000-i xərclənibdir ki, o il tamam olan vaxtda 1000 manat əlavə qalıbdır. Ki, o 1000 manatın xumsunu verəcək ki, yəni 5-dən birini. Azı, mən üzr istəyirəm. Bəzən bəzi ruhanilər xumsun açıqlayanda insanlar üçün, bunun hökmlərini açıqlayanda biraz qəliz danışırlarmı, yoxsa hansısa səbəbdən insanlar xumusu dəqiq başa düşmürlər, amma siz gözəl qeyd elədiniz ki, yəni bütün xərclər çıxandan sonra əldə qalan o 1000 manat, məsələn 10.000 qazancdan 1000 manatın xumus düşür ona. Yəni bəzən elə bir fikirlər yaranır ki, mənim nəyim varsa, elə hamısının 5-dən birini götürüb xumus verməliyəm. Yəni, amma bu yanlış bir təsəvvürdür.
siz yəni açıqladınız ki, gözəl bir açıqlama verdiniz ki, bütün xərclərdən sonra evdə qalan pula xumus düşür. Mən xüsusilə bunu vurğulamaq istəyirəm ki, hörmətli tamaşaçılarımız xumus barədə anlayışlar, təsəvvürləri biraz bəlkə dəyişilsin. O ruhanilərin, bəzi ruhanilərin qorxuzduqları, xumusdan qorxuzduqları insanlar nəzərdə tuturam. Buyurun, davam edin, Hacı. Daha məsləhətə uyğun olardı, daha gözəl olardı. Bunu bir misalla, bir məsəllə ki, yəni, məsələn, bir şəxs bir işlə məşğuldur, ya bir yerdə işləyir, ayda 1000 manat gəliri var. Bunun ailəsinə ki, yəni ki, bunun qazancı 1000 manat bunun evinə ayda daxil olur. Ki, bunun əlbəttə ailə xərcləri var. Bu il ərzində eləyir 12.000. 12.000 il ərzində bu gəlir ələ gətiribdir. Amma sözsüz ki, bəli, bu 12.000-dən bu il ərzində öz ailə işlərinə, zəruri işlərinə ki, yəni yemək, içmək, özünün, ailəsinin ki, işlərinə xərcləyibdir. İl ərzində bayaq da qeyd elədik ki, məsəl üçün, müstəhəbbi ziyarətlərə gedibdir, ya bir nəzr eləmişdir, vacibi ziyarətə gedibdir, müəyyən nəzrlərə ki, sərf eləyibdir, ya boynunda kəffarəsi olubdur, o füqəraya kəffarə borcluymuş, kəffaraya sərf eləyibdir. Hər bir işin görür, hər bir işin görür. Bütün bu xərclər ki, çıxıbdır ki, yerdə qalıb 1000 manat, yəni belə deyək ki, bu 12.000 il ərzində qazanmışdı. Bunun da ili, hər bir şəxs gərək il qərar verər özü üçün. Məsəl üçün, bir adam, özdə il vacib deyil ki, mütləq qəməri tarixlə olsun. Hicri qəmər. Eləyə bilər şəmsi tarixlə də. Çünki bəzən müsəlmanlar, yəni bu bizdə işlənən ki, təqvim ki... Şəxsən mənim xumus günüm bizim tarixləndir. Bəli. İyun ayında. Bəli, olar. Şəmsi tarix. Məsəl üçün, Novruzdan Novruza. Bir adam Novruz bayram gününü özü üçün xumus eləyir. Və yaxud öz ad gününü eləyə bilər. Və yaxud hansısa bir əlamətlər bir günü. Eləyə bilər. Yəni, vacib deyil ki, qəməri ili olsun. Hətta şəmsi ili də götürə bilər. Bəli, bu il ərzində ki, yəni bu ildən, belə deyək, bu Novruzdan və yaxud ki, indi qəməri ili ilə götürüb mübarək Ramazan ayından ta gələn Ramazana qədər bunun ilidir. Bu, hər ay 1000 manat qazanmaq şərti ilə il ərzində 12.000 qazanıbdır və öz ailə işlərinə, ailə xərclərinə də xərclənib. Bundan bir qədər bu il ərzində ziyarətə gedibdir, bir fəqirə əl tutubdur, yəni bu cür ehsan eləyibdir, bəli, bu cür ki, yəni israfçılıq yox, yəni ehsan eləyibdir ki, bəli, gəlib il tamam olan günü 1000 manat pulu, artıq bəlkə o 1000 manat ki, qalan mənfəətdir, gərək o 1000 manatın xumusunu verər ki, onun 5-dən biri xumusu eləyər 200 manat. İndi biz növbəti məsələdə xumusun hara sərf olunduğunu inşallah ki, danışacaq. Mən tanıdığımız, bildiyimiz insanlar var ki, yəqin tamaşaçılarımız da rastlaşıblar, görüblər. Bugün xarici ölkədə yaşayan Azərbaycanlı qardaşlarımız var ki, Allah Taala onlara bir imkan nəsib eləyib. Və yaxud elə Azərbaycanın özündə, Bakı şəhərində yaşayan əziz qardaşlarımız var ki, çox küllü miqdarda xumuslar verirlər. Yəni, amma bəzi insanlar, bəzi qardaşlarımız da var ki, bayaq siz gözəl qeyd elədiniz ki, İmam Cəfər Sadiq əleyhissalamdan bəzi insanlar xumus verməyə qorxarlar. Yəni, bu da insanların imanından irəli gələn bir məsələdir. İnşallah ki, bəlkə də başa düşmürlər. İndi hamı dindar deyil, hamı ruhani deyil, yəni dinimizi dərinliyinə qədər hamı bilmir. Yəni, bunu sadəcə olaraq aşılamaq, cəmiyyətdə tətbiq eləmək lazımdır. Bu da ruhanilərimizin boynuna düşür. Sizlərin boynunuza düşür ki, bu gənclərə, bu cavanlara, bu işlərlə məşğul olan insanlara xumusu gözəl şəkildə başa salıb, çatdırıb, onların hər bir şeydən sonra yerdə qalan pullarının 5-dən 1 hissəsini, indi birazdan danışarsınız, hara xərclənməlidir, xumus verilməlidir ümumiyyətlə. Buyurun, indi ona keçək ki, yəni bu pullar əslində bu yığılan xumuslar hara xərclənməlidir. Bəli, gözəl buyurdunuz, bəli. Ki, düşündürən məsələlərdən xumusun məsrəfi, xumus hara sərf olunar? Ki, mən özüm də, yəni bu cəmiyyət arasında ki, biz gəzirik, bu məclislərdə sual olunur və xüsusən ki, o
ölkə hüdudlarından kənarda yaşayan qardaşlarımız ki, onlar ticarətlə məşğuldurlar. Bir növ sevindirici haldır ki, bunlar maraqlanırlar, düşünürlər ki, bəs xumus vermək istəyirik, ya veririk ki, və müxtəlif sözlər eşidirik ki, hara vermək. Bəzən elə olub ki, xumusu vermişik, digər bir neçə gündən sonra ki, yox, sən bunu düz xərcləmədin, düzgün ki, təsərrüf eləmədin ki, çox nigaran edici məsələlərdir bunlar. Xumusun məsrəfi. Xumus bizim zamanda, yəni indiki zamanda İmam Zaman ağanın qeybi dövründə ki, xumusun məsrəfi iki qismdir. O ki, Qur'an-ı Kərimdə ki, وَعْلَمُ أَنَّمَا غَنِمْتُمْ مِنْ شَيْءٍ فَأَنَّ لِلَّهِ خُمُسَهُ وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِنِ وَذِي الْقُرْبَى. Bu 6 yer ki var. İndiki dövrdə yəni bu cür ki, bu iki hissəyə bölünür xumus. Bir hissəsi səhm-i imamdır, bir hissəsi də səhm-i sadat. Yəni seyid malı, seyidlərin malı, o şəxslər ki, seyyiddirlər, haşimidirlər və fəqirdirlər ki, seyid malı onlara verirlər ki, icazə versiniz təfsiri ilə məsəl üçün bir insan 1000 manat xumus çıxardıbdır. 5000 manat pulu vardı, ilin axırında 5000 manat var idi ki, mənfəəti 5000 ki, qalmışdı. Ondan 5-dən birin xumus çıxartdı. Onun bir hissəsi seyid malı deyərlər ki, seyidlərin fəqirlərinə ki, yoxsul, imkansız seyidlərə verməlidir. Allah Teala bunu sədəqə əvəzinə Peyğəmbər əhl-i beyti üçün ki, seyidlər üçün Allah Teala qərar veribdir ki, onlara sədəqə götürmək haramdır. Allah Teala vacibi haqq buyurubdur ki, bəlkə insanlar gərək xumuslarının bir hissəsini seyidlərə verir, fəqir seyidlərə. Bəli, ehtiyat vacib odur ki, seyid mömin ola, imanlı ola. Yəni, ədalət şərt döyür. Bilirik ki, seyyiddir, fəqirdir, imkansızdır ki, amma ədaləti olmasa da belə, hətta icazə verilib, amma bəşərtən mömin olmalıdır ki, bəlkə mömin, yəni Allah, Peyğəmbərlər, ki, Allah, Peyğəmbər 12 imamı əqidəsi olmalıdır ki, mömin olmalıdır ki. Hacı, üzr istəyirəm, bir məsələyə toxunmağa məcburiyyətiyəm. Dediniz, seyidlərə sədəqə götürmək haramdır. Bəli, bəli. Yəni, bunu balaca xahiş edirəm. Bəli, insan məsələsini sədəqə verir. Cəmiyyətimizə çatdıraq onu dəqiq. Bəli, sədəqə verir. Çox zaman qapılarda görsən, gəzirlər ki, mən seyidəm, sədəqə yığıram. Yox, seyidə sədəqə, yəni bir insanın seyidə sədəqə verməsi, seyid olmayanın seyidə sədəqə verməsi düzgün deyil. Yəni, seyidin sədəqə alması haramdır. Hətta vacibi o fitrə zəkatı ki var ki, İnsan o orucluğu ki, tamam olanda bəlkə orucluq bayram gecəsi ki, fitrə çıxardır özü və əyalı tərəfindən ki, o fitrə çıxardan adam, mən əgər seyid deyiləmsə ki, aparıb ki, fəqir, yoxsul seyidə mən sədəqə verə bilmərəm ki, onun da məndən almağa ixtiyarı yoxdur. Bəli, fəqət o fəqir seyid o surətdə ala bilər ki, fitrə zəkatı verənin özü də seyid olsun. Yəni, seyidə, haşimi, haşimiyə ki, verə bilər, fitrə zəkatı verə bilər, sədəqə verə bilər. Amma ki, o seyid fəqirin qeyri-seyidlərdən ki, sədəqə, fitrə zəkatı almağa icazəsi yoxdur. Davam edir. Və Allah bunun müqabilində Allah Teala bəs onlar üçün xumusi ki, Allah vacib buyurubdur. Bəli, o xumusun bir hissəsi səhm-i sadat ki, seyidlərin malıdır ki, fərq etməz seyid ki, indi Ələvi olar, yəni Həzrət Əli əleyhissalatu vəssalamın nəslindən olar, ya o Əqilin nəslindən olar, Əli əleyhissalamın qardaşı Əqilin nəslindən olar. Yəni, budur ki, amma budur ki, bəli, gərək mömin ola, 12 imamı əqidəsi ola. Fərq etməz, Fatimi ola, yəni Həzrət Fatimə Zəhra salamullah əleyhanın ki, övladlarından ola, o seyyid və yaxud ki, məsələn, Həzrət Əli əleyhissalatu vəssalamın digər xanımlarından, məsəl üçün, Ümmül Bəninin ki, övladlarından belə deyək, o nəsildən olan seyyid ola, fərq etməz. Amma bəli ki, mömin olmalıdır, 12 imamı əqidəsi olmalıdır və ədalət şərt döyür amma ki, yəni adil olsun filan, bunu ədalət şərt döyür ki. Bir hissəsi seyid malıdır, xumusun bir hissəsi səhm-i sadat deyərlər, seyid malıdır ki, və
icazə olsa bir məsələ də ərz edir. Bəziləri deyir ki, axı biz hardan bilək ki, filan kəs seyyiddir. Özü deyir ki, mən fəqir seyyidəm, bəs xumsu mənə verin. Öz deməyinə, bir şəxsi mən tanımıram, amma özü deyir ki, mən seyyidəm ki, bununla sabit olmaz. Ya gərək bəyyinə, yəni iki adil şəxs, tanıdığın iki adil şəxs deyər ki, bəli, bu filan kəs seyyiddir. Biz bunu tanıyırıq, seyyiddir. Yəni, bu cür və yaxud başqa yollarla ki, bizə arxayınlıq gətirir. Məsələn, bizim kəndimizdə, qəsəbəmizdə yaşayır. Elə dədə-babadan eşitmişik ki, bunlar seyyiddirlər. Bunlar bu cürə məşhurdular. Ki, bu ailə, bu nəsil seyyiddirlər, məşhurdular da, lazım deyil ondan ki, bir vəsiqə tələb edən filan. Bu cürə ki, məşhurdular və fəqirdirlər. Bir hissəsinin, xumusun bir hissəsinin... Deməli, xumusun ümumiyyətlə bir hissəsi, verilən xumusun bir hissə iki yerə bölünür. Bir hissəsi fəqir seyidlərə məxsusdur. Yəni, onu başqa yerə xərcləmək olmaz. Fəqir seyidlər. Bəli. İkinci hissəsi. Bəli. Amma bu fəqir seyidlər, ola bilsin, seyid fəqir deyil. Ona İbn Səbil deyərlər. Məsəl üçün, bir insan seyiddir, bilirik, öz şəhərində imkanı var, yoxsul deyil. Amma gəlibdir, qonaq gəlib, bir işlə əlaqədar gəlibdir, pulu qurtarıbdır. Ya oğurlanıb pulu, ya qurtarıbdır. Qayda bilmir. Bəli. Qayda bilmir. Lap biz onu tanıyırıq, öz şəhərində imkanı var. Və burada bir borc ala, belə bir şey ki, borc ala, qaytara, heç bir imkanı yoxdur. Eləyə bilərik ki, bəli, seyid malını ona verək ki, İbn Səbil həmin odur ki, ta öz vətəninə, yəni öz şəhərinə yetişə bilsin. Bəli, bu cür məsələlərdir. Bəli, xumsun digər tərəfi ki, önəmli. Buyurun. Bir hissəsi də imam malıdır ki, o ki, yəni bizə imamlarımızdan ki, hədis yetişsin ki, bu imam malını ki, kimə aparıb verməlisən, belə bir hədis yoxdur. Belə bir hədis yoxdur, amma yəni alimlərin buyurduğu inşallah ki, yəqin təfsirlərdə, yəni risalələrdə bu barədə var. Dinləyicilərim ki, nəzərinə çatdıraq. İmam malı qədim dövrlərdə hətta yazardılar ki, onu gərək əmanət qoyasan, övladın öz övladına. Əlbəttə, bunlar yəni özünü doğrulmayan belə bir mənasız bir fikirlər olubdur ki, ta İmam Zaman ağa ki, zuhur eləyəndə yetişsin. Və yaxud fəzləri deyərlər ki, onu aparıb gərək gizlincə bastırasan bir yerdə ki, İmam Zaman ağa yəni götürə. Yəni, bu bir dəlilsiz belə bir ki, mənasız. Əlbəttə, İmam malı yəni hara sərf olunur? Məsrəfül xumus, İmam malının ki, icazə versiniz, mən bu ibarəni bayaq adını qeyd elədiyimiz həmin bu kitabdan ki, oxuyaq. Və huvə yusrəfu fi məvarid ihrazı Rizail İmamil Hüccə Əccəlallah fərəcə. İmam Zaman ağanın ki, Allah onun zuhurunu təcil eləsin inşallah. Bəli, o yerlərə sərf olunar ki, Həzrət İmam Zaman ağanın rizası vardır. Yəni, bilinə ki, İmam Zaman ağa razıdır o yerlərə sərf olunur. Və min əhəmmi məsarifi, mən üzr istəyəm ki, mən istəyəm bu ibarəni yəni kitabdan oxuyam ki, dinləyicilər eşitsin. Və min əhəmmi məsarifihi fi hazəz zaman iqamətu dəaimiddin və rəf'u ə'lamihi və tərvicü şər'il müqəddəs və nəşru qəvaidihi və əhkamihi və məunəti əhlil ilmillezine yesrifune avqatəhum fi təhsilil ulum əl-ulumud diniyyə. Bəli, o xumsun imam malının ən mühüm sərf olunan yerlərindən, ən mühüm sərf olunan yerləri ki, bu zamanda ki, daim üzüsəm, yəni dinin sütunlarını möhkəmləndirmək üçün, bu məzhəbi qorumaq, dinin sütunlarını möhkəmləndirməkdən ötəri, dinin ələmlərini, dinin şüarlarını ucaldmaqdan ötəri və şər-i müqəddəsi, müqəddəs şəriyyətimizi yaymaqdan ötəri olunur. Və dinin qayda, qanun, hökmlərini yaymaqdan, nəşr eləməkdən ötəri, əhli elmin, o tələbələr ki var, o insanlar ki var, o müəllimlər ki var, onlar ki, öz vaxtlarını sərf edirlər dini elmlərə ki, o tələbədir, oxuyur, kitaba, dəftərə, dolanışığa ehtiyacı var ki, gərək bəli ki, xumsun imam malını yəni sərf eləyərlər o yerlərə.
Və o kəslər ki, əl-bazilinə ənfusəhum fi tə'limil cahilin, yəni o bilməyənləri, cahilləri təlim eləmək, dini onlara öyrətmək üçün öz ömürlərini sərf edirlər, ehsan ediblər, insanlar öz vaxtlarını sərf edirlər ki, o dini bilməyənlərə, dini məsələlərin bilməyənlərə öz məsələlərini öyrədərlər, dinin hökmlərini öyrədərlər. Ümumiyyətlə tədris məsələlərinə dini inkişaf elətdirmək. Bəli. Bəli. Ki, onların, yəni bu imam malı sərf olunar, şəri müqəddəsi, yəni bu şəriətimizi tərviz eləmək, yaymaq, dinin hökmlərin və o əhli elm ki, o müəllim, tələbələr ki, dərs verirlər. Bugünkü gün Azərbaycanda bir neçə yerdə mədrəsələrimiz var ki, bəli, orada mən xəbərdar olub görürəm, hətta elə tələbələr var, məsələn, mənim əziz dostlarımdan ki, var, dərs verirlərdir, and olsun, elə tələbələr ki, var ki, onlar şəhərin bu başından, məsəl üçün, şəhərin başından tutalım bir Bakıxanov qəsəbəsinə, şəhərin bir qəsəbəsinə gəlməyə, ki, mədrəsəyə dərs oxumağa ki, imkanları yoxdur ki, yəni yol pulu. Biz Müqəddəs Nəcəf şəhərində olanda ki, bir neçə ay bundan qabaq da olmuşdu və bir neçə gün bundan qabaq da və bu görüşlərimizdə biz orada oxuyan, təhsil alan Azərbaycanlı balaları ilə görüşdük ki, zəvvallar görüşdü onlarla ki, və böyük şəriət alimləri ilə, yəni müstəhidlərlə də görüşümüz oldu ki, bu cür o tələbələrə ki, indi hədiyyə, yəni ehsan müəyyən qədər kimin gücü çatandan ki, Azərbaycanlı balalardır, orada bizə dedilər ki, əgər bu xumusdursa, biz bunu götürmürük. Çünki burada bizə ki, müstəhid buyurub ki, sizə ki, ratib deyərlər şəhriyə ki, biz sizə kifayət qədər veririk. İndi hədiyyə verirsiniz, başqa, amma xumusu yox. Ki, biz sual eləmişdik ki, yəni bizə də məsləhət, yəni bu cür olmuşdu ki, Azərbaycanda bir neçə ölkənin adı çəkilmişdi, Azərbaycanda yaxşıraq olar ki, sizin o xumus verənləriniz ki, öz orada təhsil alan tələbələrinizə. Bəli, bizdə kifayət qədər imkansız ailələr var. Təhsil alan tələbələr var. Bəli. Ki, onu sərf eləyəsiniz ki, əlbəttə ki, yaxşıraqdır. Çünki o alimə ki, bəzən də gərək müctəhidə verilir, bu əqli məsələdir. Bu, o baxımdan deyilir ki, çünki müctəhid onun sərf olunma yerini bilir, müctəhid ki, yaxşı təşxis verə bilir. Həm də o pullar üzr istəyirəm, yığılır da, bir yerdə toplanır. Bir yerdə yığıldığına görə onu rahat olur ki, bir hissəyə yönətmək də daha rahat olur. Yəni, o müştəhidlərə gedib çıxması o pulun çox müsbət bir haldır. Bəziləri onu qəbul eləmirlər ki, mənim pulum niyə görə gedib filan müştəhidə çıxmalıdır. Sizin də sözünüzdə gözəl bir haqq var idi ki, Azərbaycanda onu istifadə olunması daha gözəl olar. Amma digər tərəfdən də onun müştəhidin əli ilə olunursa, o ondan da gözəl olar. Bəli, bu sözü ki, mən ərz elədim, bu, yəni, bu, yenə müctəhidin, yəni ki, alimlərin, ki, görüşdüyümüz müctəhidlərin, yəni məsləhəti ilə, göstərişi ilə biz bunu ərz elədik ki, yəni, yaxşıraq olar ki, Azərbaycanda, yəni bir neçə ölkə ki, orada qeyd olundu, Azərbaycanda ki, etiraf eləyək ki, yəni bizdə xumus verən bir o qədər deyil, yəni ki, xumus verən çox azdır, belə götürəcək, çox azdır. Ki, yaxşıraq olar ki, amma Azərbaycanda o xumusun müstəhəqqi, yəni o tələbələr, din üçün çalışan tələbələr ki, çoxdur, ehtiyacı olanlar çoxdur ki, gərək burada sərf oluna ki, o da ki, inandığımız, etibar elədiyimiz ki, din alimləri, ki, ruhani alimlər vasitəsilə onların köməkliyindən istifadə eləyək ki, bəli, inandığımız, etibar elədiyimiz ki, yəni budur ki, bu din üçün, məzhəb üçün çalışan ki, din alimlərinə, ilahiyyatçı qardaşlarımıza ki, müraciət eləyək ki, bəli ki, ta xatircəm olar. Burada sərf olunar, bu məzhəbin qorunması üçün, ki, tərbiyə üçün burada sərf olunar ki, tələbələrə ki, və yaxud müəllimlər ki, var ki, onlar ömürlərini sərf edirlər, vaxtlarını sərf edirlər, dini yayırlar, tələbələr yetirirlər ki, mən dəfələrlə bizlərə rast gəlib ki, özləri çox ehtiyac içində yaşayırlar. Bəzən ki, məcbur olurlar, görsən, 1-2 ildən sonra məcbur olurlar ki, bu dərs verməyi, ki, yəni vəziyyət elə onları sıxır ki, dərs verməyi kənara qoyub, gedib fiziki bir işlə məşğul olurlar. Yaxşıraq olar ki, bəli ki, bu nəzərimizdə olsun.
Yəqin imkanlı qardaşlarımız, ticarətçilər, yəni müxtəlif sahələrdə işləyən imkanlı mömin qardaşlarımız var və yaxud elə mömin olmayanlara da üst tutub buradan yəni sizin danışdığınız fikirləri çatdırmaq lazımdır ki, onlar da bilsinlər ki, Azərbaycanda vəziyyət nə yerdədir. Yəni çoxları da bilirlər. Amma belə bir sual da meydana çıxır. Mən özür istəyirəm. Qoy bunu deməliyəm, sizə bu sualı verməliyəm. Mənə çox bu sual verilib. Bir imkanlı adam çox əl tutur. Kasıba, küsüba, yetim, hamına maddi imkanların çatdıqca köməklik eləyir. Amma xumus vermir. Və nəticədə deyir ki, mən onsuz da o pulu o kasıblara xərcləyirəm. Vacibdirmi ki, mən elə bir gün təyin eləməliyəm, oturub hesabat aparmalıyam, onu xumus şəkildə harasa kiməsə verməliyəm, kimsə mənim yerimə verməlidir. Adam var, bunu qəbul eləmir. Mən elə öz cibimdən o pulu xərcləyirəm. Bu necə olur bəs? Buna nə deyək? İslam nə deyir buna? Bir misalla, bir adam təsəvvür elə, bir adam bütün gecə namazı qılır. Namazlar qılır, nafilə namazları qılır, müstəhəb namazlar qılır. Amma elə ki, sübh əzanı oldu, sübh namazını qılmır. Deyir, mən bu qədər namaz qılmışam bütün gecəni, yəni bu cür. Lap sübh namazının yerinə də nafilə namazı qılır. 2 rükət bir nafilə namazı qılır, yəni bu cür. Amma niyyət eləyib bu sübh namazını qılmır. Bu günahkardır, günahkar deyil. Vacibatı yerinə yetirmədi. Bəli. Təsəvvür, bir adam Rəcəb, Şəbanı oruç tutur. İlin 11 ayını belə deyək, oruç tutur, amma mübarək Ramazan ayını oruç tutmur. Qiyamətin günündə bu oruç tutmayandır. Bu müqəssirdir, günahkardır, yəni cəzası var ki, lap ilin 11 ayını, lap mübarək Ramazan ayını da tutar, amma bir günün bilə-bilə tutmaya, sındıra, yəni tutmaya, yəni yenə müqəssir boynunda vacibi qalıbdır. Mən bu misal vurmaqla ki, yəni bir insan ki, ehsan eləyir, fəqirlərə əl tutur, Allah rizası eləyir bunları, yəni budur ki, gözəldir, Allah əvəzini verir, dünyada verəcək Allah əvəzini. Amma əgər xumus vermirsə, bəli ki, böyük günaha mürtəkib olubdur ki, boynunda haqq qalıbdır. Əlafə, üzr istəyəm, xumus, yəni bunu Allah vacib buyurubdur, bu başqalarının həqqıdır. Bəli, mən onu sual vermək istəyirdim. Mən tutalım, əgər bir qardaşa, bir fəqirə, mənim 1 manat borcum var. Bir fəqirə 1 manat borcum var. Mən o borcu vermirəm, amma milyonlarla pul xərcləyirəm. Miskinlərə, fəqir miskinlərə əl tuturam, yol çəkdirirəm, ilaxır. Yəni bu cür o 1 manatı ki ödəmirəm, deyirəm ki, mən onsuz da bir belə Allah yolunda pul xərcləyirəm, yaxşılıq eləyirəm ki, onu verməsəm də olar. Yox, o borcdur. Onu gərək ödəyək. Ödəməsə ki, qiyamətin günündə müqəssirdir ki, bəlkə Allah onun heç bir əməlini Allah qəbul eləməz ki, xumus, necə ki namaz, oruz, yəni dinin o vacibi, zəruri hökmləri, xumus da o cümlədən. Namaz qədər vacib, ən azından namaz qədər vacib olan bir məsələdir. Bayaq adın qeyd elədiyimiz ki, bu böyük müştəhidlər, bunların Minhacü Salihin risaləsindəki xumus bəhsində Vəsail-i Şiə kitabından ki, ağalar ki, o rivayətlər ki var, xumusun nə dərəcədə önəmli olduğu barəsində buyurulub. O hədislər ki var, İmam Sadiq əleyhissalatu vəssalamdan ki, xumusu inkar eləyən, mən ənkərəhu, hər kəs onu inkar eləyər ki, onu yəni kafir hökmündə, yəni kafir deyil, yəni kafir hökmündə, yəni bu əlbəttə bu hədisi ki, tozih, yəni izaha ehtiyacı var ki, yəni xumusu inkar eləyən, dinin zəruri bir hökmünü inkar eləyən kafir hökmündədir. Önəmli bir məsələ. Mən acı üzr istəyirəm, bəzən biz cəmiyyətdə rastlaşırıq, çox paradoksal bir haldır. Namaz qılan insandır, amma xumus vermir. Bunu yəqin tamaşaçılarımız da görüblər, ətraflarında, qohumlarında, qonşularında belə insanlara rast gəliblər. Namaz qılan biri özü deyə gələ, əhli şiyyət elə. Amma yəni dinin namaz qılmaqla işin bitmiş hesab eləyir, yəni xumusu vermir. Amma elə insan da var, heç namaz qılmır, amma o xumus məsələsinə xüsusi diqqət eləyir, xumuslarını verir. Bu barədə istəyərdim açıqlama verəsiniz, danışasınız. Bu elə bir məsələdir ki, adətən mübarək Ramazan ayı ərəfəsində, yəni buna bənzər suallar olur. Bir insan tanıyırıq, oruç tutur, namaz qılmır. Bəli, bəli. Bəli, elə bir növbə ki,
Bunlar dinin hər biri ayrı-ayrılıqda dinin zəruri hökmləridir. Bir adam namaz qılır, oruç tutmur, xumus vermir. Namazı səhihdir, amma mötəbər deyil. Namazı səhihdir, mötəbər deyil. Məsəl üçün, bir insan namaz qılır, xumus vermir. Laf elə bilərəkdən vermir, ya oruç tutmur. 3 il, 5 il bu cürə namaz qıldı, sonradan tövbə elədi, başa düşdü, orucunu da tutdu, xumusunu da verdi. Məsəl üçün, orucların qəzası, kəffarə qəzası var bu, amma namazı daha qılıbdır da. Əla fərzin ki, əmin sual, bir insan oruç tutur, yatır sübh namazına durmur, başı qarışır, günorta namazını qılmır. Məsəl üçün, bu cür ki, indi oruç tutur, namaz qılmır. Biz deyə bilər ki, onun orucu batildir. Yox, orucu düzdür. Orucu düzdür, amma günahkardır. Günahkardır, mötəbər deyil. Yəni, bu belə. Amma bunu bilək ki, bunu bilə bir məsələ var ki, əgər bir insan xumus vermir, xumus verməyəndir, namaz qılırsa, dedik, onun namazı səhiydir. Düzdür, namaz mötəbər deyil ki. Amma bir məsələ var ki, burada əgər bir insan xumusu verilməyən, xumuslu pulla gedib bir libas alarsa, o libası giyib namaz qılarsa ki, qıldığı namaz da batildir. Xumusu verilməyən pulla ki, gedib bir libas, bir köynək, bir əyin-baş alıb giyərsə, bəlkə o... Mən özür istəyəm, ona görə mən demək istəyirəm, qoy bütün tamaşaçılarımız, yəni hamı dini dərindən bilmir. Ona görə hamı bilsin ki, bu xumusun hökmləri necədir? Yəni, əgər xumusu verilməyən bir paltarı, bir pula paltar alıb geyinib namaz qılarsansa, namazın batildir. Bunu bütün müştehidlər öz kitablarında, risalələrində qeyd eləyirlər. Doğrudan da çox önəmli bir məsələdir bu xumus məsələsi, zəkat məsələsi. Danışmaq olar bu barədə. Yəni, suallar, fikirlər çoxdur, düşüncələr çoxdur. İndi mən bilmirəm bu verilişin ərzində hörmətli tamaşaçılarımızı nə dərəcədə qane elə bildik, elə bilmədik. Ola bilsin, yenə suallarınız olsa, Zuhur TV-yə ünvanlayıb, biz o düşüncələri, o sualları buradan sizinlə paylaşa bilərik. Mən istəyərdim azı, artıq verilişimizin yekununa az qalıb. Yekun olaraq bir ümumi, yəni yekun bir fikirlə, toplanışla tamaşaçılarımıza nə deyərdiniz? Nə ürək sözləriniz var? Buyurun. Əziz, hörmətli tamaşaçılar, bayaq o hörmətli qardaşımız Hacı ilə ki, danışanda ki, insanlar bir hissəsi var, nə onlara sərf eləyir dindən ki, namazdır, məndən bir şey çıxmır ki, namazdır, indi maddi bir şey vermir, namazı qılır. Amma yəni nə sərf eləyir, onu götürür, nə sərf eləmir ona ki, öz aləmində onu götürmür. Bu barədə mən istərdim ki, bəli, ağamız ki, ruh, canımız fəda olsun Həzrət İmam Hüseyn əleyhissalatu vəssalama ki, Həzrət öz möcə söhbətlərindəki Kərbəlada din bir para insanların ki, bir çox insanların, yəni o dövrdə də elə idi ki, bir çox insanların dillərində din ləq, yəni ağız suyu, ağzın birində o şirin o suyu var ki, yəni onlara nə sərf eləyir? Bugün indi imkan, biraz namaz qılam, biraz filan şey, biraz ehsan eləyəm ki, filan işləri eləyəm ki, Həzrət İmam Hüseyn əleyhissalamın hörmətinə Allaha and verir ki, Allah Teala dinin bütün göstərişlərinə bizi əməl eləyənlərdən qərar versin. Allah Qur'an-ı Kərimdə buyurub, ayə-i şərifə Bəqərə surəsindən Ya əyyühəl-ləzīnə āmənu tuxulu fis-silmi kaffə Ey iman gətirən kəslər, daxil olun silmə. Silm, yəni İslam. İslam'a daxil olun kaffə. Bu ayənin təfsirində yazırlar ki, yəni, indi sual olur ki, mömin iman gətirən, yəni mömin. Mömin müsəlmandan, möminin mərtəbəsi, müsəlmanın mərtəbəsindən ucadır. Burada Allah Teala buyurur ki, ey möminlər, ki, İslam'a kaffə daxil olun. Yəni, kaffə, yəni kifayət edən, kifayət qədər. Bunun təfsirində yazırlar ki, yəni, İslamın, dinin bütün göstərişlərinə əməl eləyir. Yəni, mənə nə sərf eləyir, bir parası mənə sərf eləyir, onlara əməl eləyirəm, bir parası ki, sərf eləmir, onlara əməl eləmirəm, belə yox. فَلَا تَتَّبِعُ خُطُوَاتِ şeytan. Şeytanın ki, yoluna
tabi olmayın. Allah rəhmət etsin, mərhum Əllamə Seyyid Muhammed Hüseyin Təbai Əl-Mizan təfsirində buyurur ki, iki yol var ki, yəni Allahın yolu bir yoldur. Kaffə gərək. Yox, bunu qoyub başqa yollar ki, alternativ yollar, bunların hamısı daha şeytan yollarıdır. Allahın yolu bir yoldur. Udxulu fis-silmi kaffə. Yəni, dinin bütün göstərişlərinə siz əməl eləyin. Yoxsa ki, mənə nə sərf eləyir, ona əməl eləyim. Yox, burada bir balaca maddi tərəfi var. Yox. Ki, Allah and verir İzzət-i Cəlalına, Allah Teala dinin bütün göstərişlərini sevib, ki, canla, başla riayət eləyib, əməl eləyənlərdən Allah bizləri qərar versin. Əlbəttə, o ayənin şə'n-i nüzulunda yazırlar ki, bir mənası da budur ki, silmdən məqsəd Əli ibn Əbi Talibin silmidir. Peyğəmbər əleyhissalam buyurur ki, innə silməhu silmi, vilayətəhu vilayəti, Əlinin silmi mənim silmimdir, Əlinin vilayəti mənim vilayətimdir. Allah and veririk əimmi ətharın ki, yolunda ki, bizləri sabit qədəm eləsin inşallah. Namaz, oruc, xums, zəkat, dinin bütün vacibi, həlal həramlarını əməl edib, riayət edənlərdən Allah bizləri qərar versin və hörmətli tamaşaçılara da mən bunu arzu edirəm inşallah. Çox sağ olun. İnşallah, inşallah. Biz də sizə təşəkkür edirik, Hacı. Bütün bu Zuhur TV-nin əməkdaşlarına ki, o cümlədən sizə mən öz təşəkkürümü, minnətdarlığımı bildirirəm. Çox sağ olun. Çox sağ olun. Dəyərli vaxtınızı ayırdınız, gəldiniz. Bizim dinimizin əsas şərtlərindən biri olan xums barədə söhbət etdik, yəni yığılan nəzirlər barədə söhbət etdik. Bir daha çox sağ olun, təşəkkür edirik. Hörmətli tamaşaçılar, dəyərli Zuhur televiziyasının izləyiciləri, bugün də bir maraqlı mövzu ilə sizin qarşınızda olduq. İndi nə dərəcədə maraqlı idi, yenə onun qərarı sizindir. Bir daha hər birinizə təşəkkür edirik. Növbəti verilişlərimizdə yeni mövzularla, sizi düşündürən problemli məsələlərlə, düşüncələrlə yenə sizin qarşınızda olacağıq. Sağlıqla qalın, Allah'a əmanət.